Risklə bağlı digər bir faktor olaraq onu demək istəyirəm ki, Amazon qurucusu və sahibi Jeff Bezos 90-cı illərin əvvəllərində, yəni gənc yaşlarında adam fond birjalarının birində müəyyən bir vəzifə sahibi idi. Öz komfort zonası olan bir işin sahibi idi, hansı ki o dövr üçün bir normal işlərdən biri sayılırdı o. Adam bir gün müdirinə yaxınlaşır, deyir ki, bəs mən işdən ayrılmaq istəyirəm, öz işimi quracam, öz işimlə məşğul olacam. Yəni müdir nisbətən yaşlı olur bundan. Müdir buna deyir ki, indi baxır ki, cavan oğlandı, yəqin ki, indi eyfariyaya qapılıb ani situasiyaya düşüb, nəsə fikirdir də söyləyir. Deyir, get 1-2 gündən sonra danışarıq. Nəsə 1-2 gün keçir, adam müdiri çağırır, müdirlə elə ayaqüstü çöldə, parkda gəzirlər, söhbət eləyir, müdirə deyir ki, yəni mən işimi tərk eləmək istəyirəm, öz işimlə məşğulam. Deyirsən 2-3 gün bundan qabaq dedin, yəni bilmirəm indi fikrində ciddisən, yoxsa indi olur da insanın ağlına gəlir, gedir belə fikirlər. Deyir, hə, mən ciddiyəm. Deyir, nəyə əsasən deyirsən? Deyir, mən əgər indi bu riski etməsəm, yəni bunun peşmançılığından bir ömür boyu yaşayacağam.